Salam, hər vaxtınız xeyirli olsun. Masazırda məktəbə yaxın belə bir 2 mərtəbəli, 5 otaqlı sənədləri tam qaydasında olan ipotekaya yararlı həyət evləri satışdadır. Göründüyü kimi bax belə bir həyət evləri, yəni bunlardan birini çəkib göstərəcəm. Evlərin layihələri eynidir. Qiymət 132 min manat deyilir. Real alıcıya endirim olunacaqdır. Bir daha qeyd edim ki, sənədlər tam qaydasındadır. Ev 2,2 sotda tikilibdir. Enli bir darvaza, elektron darvaza qoyulub, əl qapısı qoyulub. Həyətdə ağaclar əkilib. Göründüyü kimi səliqəli iş görülübdür. Həyətində də tamet daşlar düzülüb. Kanalizasiya mərkəzidir. Kommunal xətlərin hər biri çəkilibdir. Bir daha evin üst görünüşünü göstərir və kabançı daşlarla da göründüyü kimi bəzədilibdir. Evə daxil olduqda geniş bir dəhlizi, ikinci mərtəbəyə qalxmaq üçün pilləkəndən mərmər vurulub və monolit betonludur. Mərtəbələr arası monolit beton. Birinci mərtəbənin döşəməsi istilik sistemidir. Dəhlizi, mətbəxi. Bax, bura zal otağıdır. Görünür ki, belə bir qəşəng TV stand də yığılıbdır. Kondisioner üçün işıq xətti hər bir otaqda çəkilib. Kombi sistem hər bir otaqda çəkilibdir. Ev çox gözəl, səliqəli təmir işləri gedibdir. Evdə çox gözəl, zövqlü də iş gedibdir. Bura hamam otağıdır birinci mərtəbədə. Bura ikinci bir otağı, yəni kiçik bir otaq nəzərdə tutulub. İndi buradan alıcı gələcəkdə istədiyi kimi istifadə edə bilər. Burası geniş bir mətbəxi və mətbəxdən də əlavə görünür ki, arxa tərəfdə 20 kvadratda, bax belə bir harayın arxa tərəfində də yer saxlanılıbdır. Ev, bir daha qeyd edim, 2,2 sotda, yəni 20 kvadrat buradadır, 2 sotsa ev daxil həyətidir. Birinci mərtəbə ilə tanış olduq. Bir daha qeyd edim ki, birinci mərtəbənin döşəməsi istilik sistemidir. İndi isə ikinci mərtəbəyə qalxaq və ikinci mərtəbədə göründüyü ki, bax belə bir dəhlizi, dəhlizdən balkona çıxışı var və 3 yataq otağı, hamam otağı yerləşir. Bura bir yataq otağı. Qeyd etdiyim kimi, hər bir otaqda TV üçündə və kondisioner üçündə işıq xətləri çəkilibdir. Bura ikinci bir yataq otağı. Genişdir, otaqlar kifayət qədər genişdir. Bir daha qeyd edim ki, sənədlər tam qaydasındadır və ipoteka ilə də bu evi asanlıqla əldə etmək olar. Bura isə ikinci mərtəbədə üçüncü bir otaq, ümumi beşinci bir otaq və ikinci mərtəbədə yerləşən hamam otağı. Mütləq kafirli. Bir daha qeyd edim ki, evin başlanğıc qiyməti 132 min manata deyilir. Real alıcıya endirim olunacaqdır.